Salam RTV-nin daimi izləyiciləri, xoş gördük hər birinizi. Bugün studiyamızda diaspor fəaliyyətinə jurnalistlərin dəstəyi İctimai Birliyinin sədri və araşdırmaçı jurnalist Fuad Hüseynzadə bizimlədir. O, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda, ümumiyyətlə dünya mediasına çatdırmaqda böyük işlər görür və bununla bağlı gördüyünüz kimi həm kitab da artıq yazıb. Bəli, Azərbaycan həqiqətlərinin xaricdə təbliğ olması məsələsi hər zaman aktualdır. Bilirsiniz ki, Cənab Prezident İlham Əliyev tərəfindən də aidiyyatı qurumlar qarşısında Azərbaycan həqiqətlərinin xaricdə təbliğ olunması bir tapşırıq olaraq qoyulub. Biz də vətəndaş cəmiyyəti olaraq ölkə başçısının bu tapşırığına bir töhfə olsun deyə, dövlətin xaricdə təbliğ olunması siyasətinə bir töhfə olsun deyə vətəndaş cəmiyyəti olaraq bu istiqamətdə fəaliyyət göstərir. Ümumiyyətlə, diaspor fəaliyyətinə, jurnalistlərin dəstək İctimai əsas fəaliyyəti, əsas missiyası xaricdə Azərbaycan həqiqətlərini müxtəlif formalarda təbliğ etməkdir. Biz bu vaxta kimi əsas fəaliyyət istiqaməti olaraq xarici ölkələrdə, xarici mediada, təxminən 45 ölkənin mediası ilə işləyirik. Bu vaxta kimi artıq sayını itirmişik, yüzlərlə yazılarımız çıxıb. Hər il ən azı bir 50-60 yazımız çıxır. Zəhmət olmasa bu kitab haqqında biraz məlumat. Bəli, bu kitab haqqında mən geniş danışacağam. Bilirsiniz ki, bu il faşizm üzərində qələbənin 80 illiyi idi. Və biz də vətəndaş cəmiyyəti olaraq bu 80 illiyə töhfəmiz olsun deyə belə bir missiya, yəni yenə Azərbaycan qəhrəmanı 80 illiyi ilə bağlı, yəni bu 2-ci Dünya müharibəsində döyüşən Azərbaycanlılarının şərəfinə belə bir kitab satdıq. Yəni burada məqsəd odur ki, Nasledniki Veliki Pobeda, böyük qələbənin varisləri. Biz diaspordan işlədiyimizə görə əsas burada xaricdə yaşayan Azərbaycanlıların ata-babalarının və eyni zamanda onların nəvə nəticələrinin 44 günlük müharibəsində döyüşməsi məsələsi. Yəni qəhrəman babaların qəhrəman nəvələri. Bununla biz göstərmək istəyirik ki, Azərbaycan xalqının qəhrəmançılıq irsi davam edir. Yəni qəhrəmançılıq bizim genimizdədir. Burada tanınmış Azərbaycan simaları var ki, onlar bu gün Rusiyada da Azərbaycan böyük nüfuz sahibidirlər, hörmət sahibidirlər. Və onlardan biri də tanınmış professor, hörmətli İlham Rəhimovdur. Biz onun da babası haqqında, Rəhimov Məhəmməd Həsən, o çox müharibədə böyük xidmətlər olmuş insanlardandır. Eyni zamanda onun bu kitabda bəli onun haqqında geniş məlumat var. Eyni zamanda Gülnarə Rəhimova, onun da babası müharibədə döyüşüb, böyük xidmətləri olub, onlar haqqında var. Burada dünyaya göstərmək istəyirik ki, yəni bu vaxta kimi bir çox ölkələr Nasledniki Veliki Pobeda, yəni böyük qələbənin varisləri özlərini hesab edirlər. Amma biz bu kitabla göstəririk ki, böyük qələbənin varisləri həm də bizik. 600 mindən çox Azərbaycanlı, yəni həmin zaman Azərbaycan heç 4-5 milyon əhalisi yox idi. O hər elə bir 4 nəfərdən biri elə bir müharibədə, 5 nəfərdən biri müharibədə iştirak edir. Siz bu kitabda həqiqətləri çatdırırsınız. Bilirsiniz ki, Azərbaycana qarşı olan və dünyada artıq bunu təbliğ edirsiniz. Azərbaycana qarşı olan belə deyək, dövlətlər ki var, bu kitabın təbliğinə bir o qədər də dəstək verməyəcək. Mane olan oldumu dövlətlərdə kimlərsə? May ayının 21-i 29-u arası biz Rusiyada bunun belə deyək təbliğatı ilə bağlı bir turnaya çıxdıq. Mayın 21-də Rus Moskva Veteranlar Komitəsində bunun yüksək səviyyədə bir təqdimatı oldu. Rahat şəkildə yəni təqdim olundu. Sonra təqdimatda da mən heç açıq gözləmədim. Onlar çox yüksək səviyyədə bu mövzuya həssas baxırlar. Komitənin üzvləri köhnə Sovetin belə deyək generalları, KGB işçiləridir. Yəni onlar bir maraqlı məqam dedi ki, ilk dəfədir ki, MDB ölkələrində bu müharib Sovet SSR xalqlarına ilk dəfə Azərbaycanlılardır ki, belə bir kitab çıxardılar, öz qəhrəmanlarını gətirib burada göstərirlər. İndiyə kimi belə bir kitab. Yəni yox, heç bir, yəni onların deməyindən, yəni həqiqətən olmayıb. Yəni onlar da onu sübut edirlər ki, nə özbəklər, nə gürcülər, nə digər Sovet xalqlarının heç birisi öz qəhrəmanlarını bu cür toparlayıb bir topar şəkildə tanıdır və təkcə o dövrün qəhrəmanları yox, onların irsinin davam etməsi üçün. Bu kitab həm də gənc nəslə bir mesajdır. Baxın, belə deyək, elə söhbət bu kitabdan gedir. İstəyirəm ki, belə nümayiş elətdirim. Orada bəzi məqamları mən istərdim, izahatını vermək istərdim ki, tamaşaçılara. Yəni biz burada, baxın, bu kitabın da olan şəkillər, bunlar hamısı Azərbaycanın birisi müharibə vaxtı milli diviziyaları olub. 416 və digər diviziyalar. O diviziyan Azərbaycanın döyüşçüləridir. Burada mən kitabın sonunda bir məraqlı məqam deyim, sonra da kitabın sonunda Brandenburg darvazasının şəkli var. Bu darvazanı ən son alan, yəni Almaniyada bunu alan Azərbaycanlıların olub. Rəşid Məcidovun rəhbəri ilə 416-cı diviziya
bunu alıblar. Yəni may ayının ikisində ən son Almaniyanın işğaldan azadlığına atılan gülləni, yəni belə deyək, Azərbaycanlılar atıb. Bunu mən çox maraqlıdır ki, Ən sonuncu gülləni Azərbaycan. Bunu mən bir Brandenburg darvazalarının alınması ilə bağlı mən yazanda bu kitab araşdırma apardım. Rus bir general var, Zvanov. O Brandenburg darvazalarının alınmasına bağlı xatirələrini danışanda o sözü deyir ki, çox xoşdur ki, bizim aprelin ikisində Almaniyanın Berlinin alınmasında ən son gülləni Azərbaycanlılar atdı. O belə bir söz deyib. Onu Almanlar, yəni Azərbaycanlılar deyir, bunu belə deyək də Rus marşalı deyir. İyulun 2-sində Belarusda bu kitabın təqdimatı olacaq Vileyka şəhərində. Niyə orada? Çünki o şəhəri Həzəslanov işğaldan azad edib 43-cü ildə. İyulun 3-ü Belarusun azadlığı günüdür. İyulun 2-si isə Həzəslanov, yəni oranı, hətta biz bu kitabda Həzəslanov hansı tankla girib onun şəklini vermişik. Orada onun 6 metrə yarımlıq bir heykəli ucaldılıb və orada muzey var. O muzeydə onunla bağlı böyük bir güşə var və onlar 4 gözlə bizi gözləyirlər ki, iyunun üstünə gələk, biz bu kitabı orada təqdimat edək. Ona hazırlıq gedir. Məktublar yazılıb, təşkilatı işlər görülüb. Bu istiqamətdə işlərimizi davam etdiririk. Çox gözəl. Təşəkkür edirəm. Belə deyək, Azərbaycanın qəhrəmanlarını, ümumiyyətlə Azərbaycan həqiqətlərini dünyaya çatdırdığınız üçün, təbliğ etdiyiniz üçün bu belə deyək, missiyanızda, bu möhtəşəm işinizdə sizə uğurlar arzu edirik. Çox sağ olun, dəvətimizi qəbul edib gəldiniz. Təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Dəvətə görə sizə və bütün rəhbərliyə, kollektivə minnətdarlığımı bildirirəm. Çox sağ olun.